Salam, xoş gördük kanalımın dəyərli izləyiciləri. Mən Kamil müəllim sizə ədəbiyyat fənnindən maraqlı bir test tapşırığını izah etməyə çalışacağam. Qeyd edeyim ki, bu kimi videolardan xəbərdar olmaq üçün kanalıma abunə olub videolarımı bəyənməyi unutmayın. Və bu faydalı videolar ümid edirəm ki, imtahan prosesində gələcəkdə sizin işinizə çox yarayacaqdır. Və hazırda sizə izah etməyə deməli ki, çalışdığım bax bu sual Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ildə 3-cü ixtisas qrupuna hazırlaşan imtahan verən, daha doğrusu abituriyentlərin qəbul imtahanında istifadə edilmişdir. Sual Molla Pənah Vaqifin Pəri rədifli qoşması ilə bağlıdır və qoşma ilə bağlı biz, əziz uşaqlar, düzgün fikirləri müəyyən etməyə çalışmalıyıq. Gəlin verilmiş 5 fikrin hər biri ilə tanış olaq və doğruları seçək. Birinci fikirdə söylənilir ki, gözəlin portretinin əsas cizgiləri təbii və aydın boyalarla verilir. Gözəl deyəndə burada söhbət el qızı olan Pəridən gedir. Şair qoşmada Azərbaycan qadını olan Pərinin gözəlliyini tərənnüm eləmişdir və təbii ki, onu Azərbaycan dilinin geniş imkanlarından istifadə edərək təbii və aydın boyalarla təqdim edə bilir. Boyun sürahidir, bədənin billur, gərdənin çəkilmiş minadan Pəri. Sən havi sonasan, cüda düşübsən. Bir bölük yaşılbaş, sonadan Pəri və sairə deməklə bu səfkidə Pərini tərənnüm etmişdir. Birinci fikrimiz doğru fikirdir. İkinci fikirdə qeyd edilir ki, təsvir edilən gözəlin ənliyə, kirşana ehtiyacı yoxdur. Bəli, doğrudan da Vaqifin tərənnüm elədiyi, gözəlliyini təsvir elədiyi Pəri çox təbii anadan gəlmə gözəl bir qızdır. Onun süni bəzək düzəyə heç bir ehtiyacı yoxdur və həmin məlum qoşmanın bəndlərindən birində qeyd edilir ki, ovçusu olmuşam sən tək maralın, çıxmaz xəyalından hər giz xəyalın. Ənliyi, kirşanı nə ilə camalın? Sən elə gözəlsən, binadan Pəri deməklə. Bəli, bax bu fikir qoşmada öz əksini tapmışdır. Deməli, ikinci fikirdə doğru götürmək lazımdır. Üçüncü fikirdə yazılır ki, yer üzünün qibləgahı kimi tanınan bu gözəl öz aşiqini olmazın əziyyətlərə salıb. Bu fikir tamamilə yanlışdır kökündən. Çünki həmin qoşmada yer üzünün qibləgahı ifadəsi işlənmir. Bu Qasım bəy Zakirin Badi Səba mənim dərd dilimi rədifli qoşması ilə bağlı fikirdir və Pəri qoşmasında gözəl qız öz aşiqini olmazın əziyyətlərə də salmamışdır. Yəni bu qoşmanın məzmununa aid uydurma yanlış bir fikirdir. Bunu götürmürük və gəlirik dördüncü fikrə. Gözəlin parlaq siması günəşlə müqayisə olunur. Bəli, sonuncu bənddə şair qeyd edir ki, günəş təkin hər çıxanda səhərdən alırsan Vaqifin əqlini sərdən. Yəni o qızın gözəlliyini, onun üzünün gözünün o parlaqlığını səhər çıxan günəşə bənzədir. Bu mənada dördüncü fikirdə doğru fikirdir və beşinci fikirdə qeyd edilir ki, Pərinin gözəlliyinə heyran olan lirik qəhrəman hər yetən gözələ gözəl demir. Deməli bu fikir səhvdir, çünki Pəri qoşmasında belə bir fikir yoxdur. Vaqif öz yaradıcılığında lirikasında tərənnüm elədiyi Azərbaycan qadınının həm daxili, həm xarici gözəlliyini tərənnüm edir və yüksək mənada, yüksək səviyyədə Azərbaycan qadını daxilən və xaricən gözəl görmək istəyir. Vaqifin poeziyasında bax bu prinsip var, amma məhz bu qoşmada belə bir ifadə keçmir. Ona görə 5 də yanlışdır. Bizə də düzgün fikirlər lazım idi. Düzgün fikirlər qeyd etdiyimiz kimi birinci, ikinci və dördüncü fikirlərdir. Bu da testimizin D variantında öz əksini tapmışdır. Hər birinizə uğurlar arzulayıram. Görüşənədək.